TensorFlow Google Brain komandası tərəfindən hazırlanmış və 2015-ci ildə istifadəyə verilmiş açıq mənbə kodlu maşın öyrənməsi kitabxanasıdır. Bu kitabxana daha çox Python dili ilə istifadə olunur, amma JavaScript, C++ və Java kimi başqa dillərlə də işləyə bilir. TensorFlow-un əsasında isə cəbr və statistika dayanır. Adından da göründüyü kimi, tensor çoxölçülü massivlər və vektorlar arasındakı əlaqəni ifadə edən bir anlayışdır. TensorFlow-u xüsusi edən onun müxtəlif API-larla zəngin olmasıdır. Məsələn, məlumatların işlənməsi, vizuallaşdırılması, modelin qiymətləndirilməsi və yayımı üçün bir çox alətlər təqdim edir. Yəni, dərin öyrənməni proqramçılar üçün daha əlçatan edir. O, həmçinin çox portativdir. TensorFlow Lite ilə mobil cihazlarda və mikroçiplərdə, TensorFlow.js ilə brauzerlərdə işləyə bilir. Əgər böyük miqyaslı layihələr üçün istifadə olunacaqsa, bir neçə GPI və ya TPI, yəni Tensor Processing Unit üzərində rahatlıqla işləyə bilir. TensorFlow-un real dünyadakı tətbiqlərinə gəldikdə isə tip sahəsində MST şəkillərində obyekt aşkarlanmasında, Spotify-da musiqi tövsiyələrində, avtonom avtomobillərdə və təbii dilin işlənməsi kimi texnologiyalarda geniş istifadə olunur.